Xeyir olsun dəyərli müəllimlər, hər birinizi salamlayıram və izahıma başlamaq istəyirəm və ekranda siz hal-hazırda mövzunun adını görürsünüz və izah yazılar görürsünüz, qeydlədiyim PDF-i görürsünüz və mən bu PDF-lərin hər birisinin özümə məxsus olduğunu demək istəyirəm. Yəni bunların hər birisini vəsaitdən oxuyub sizlər üçün konspekt şəkildə açar məqamlardan ibarət video izah şəklində təqdim eləyirəm dəyərli müəllimlər. Siz də izahımı dinləyərkən qeydlərinizi götürməyi unutmayın. Qeyd götürmək öyrənmənin üst pilləsində durur. Qeydlərinizi götürürsünüz, açar məqamları qeyd edirsiniz və sonra izaha təkrar-təkrar baxırsınız dəyərli müəllimlər. İctimaidir, hər kəs baxa bilər, paylaşa bilər. Kanalıma abunə olun. Yeni videolardan hər zaman xəbərdar olun. Və çox danışmadan izahıma keçirəm. Bugünkü mövzumuz nə ilə bağlıdır müəllimlər? Kompetensiyalarla bağlıdır. Kompetensiyalar nə deməkdir? Yəni səriştəli olmaq yazmışam mötərizədə. Gəlin baxaq görüm nədir? Deməli, bu kompetensiyalar nə üçün vacibdir? Nəyə görə lazımdır? İlk öncə bunu qeyd edeyim. Müasir devirdə, 21-ci əsrdə, yəni dünyamız dəyişir. Hər gün inkişaf gedir, hər gün yeniliklər baş verir. Yəni hər gün yeni bir şeylər ortalığa çıxır və buna görə də müasir insan, 21-ci əsr insanın bacarıqları, bilikləri səriştəli olmalıdır. Yəni 21-ci əsr insanında müəyyən səriştələr olmalıdır ki, və burada onları qeydləmişəm və bir-bir onların açar məqamları ilə bərabər sizlərə izahını verəcəm. Deməli, bir insanın bilik, bacarıq, baxın, diqqətli oluruq müəllimlər, fikir yayındıran heç bir şeyə yönəlmirik, xahiş edirəm, hər kəs diqqətlə dinləsin. Bir insanın deyir, bilik, bacarıq, vərdiş, keyfiyyət və dəyərlərini, baxın, kombinasiya olunmuş, yəni birləşmiş formasına kompetensiya deyilir. Nəyə deyilir kompetensiya? Yəni bir insanın bilik, bacarıq, vərdiş, keyfiyyət və dəyərlərinin kombinasiya olunmuş, yəni cəmlənmiş formasına kompetensiya deyilir. Biz əgər bir müəllimin nümunə gətirək, müəllimdir, çox yüksək təhsil alıbdır, savadlı müəllim kimi görürük və savadlı dərs keçir. Amma biz bu müəllimin yalnız savadına görə, savadlı olduğuna görə biz həmin müəllimə səriştəli müəllim deyə bilərikmi? Və yaxud həkim olsun, və yaxud digər peşənin sahibləri olsun. Səriştəli olmaq üçün təkcə savad, bilik yetərli deyil, dəyərli müəllimlər. Yəni bu kompetensiya anlayışı da oradan gəlir, yaranır ki, yalnız savad kompetensiyaların səriştəli olmağın özülünü təşkil etmir. Biliklə bərabər sənin bacarığın da olmalıdır. Vərdişə çevirməlisən həmin bacarıqları. Sənin verdiyin təhsil keyfiyyətli olmalıdır. Sənin özünə məxsus dəyərlərin olmalıdır. Sənin milli mənəvi dəyərlərin olmalıdır və bunların kombinasiya olunmuş formasına kompetensiyalar deyilir. Və kompetensiyalar 2006-cı ildə, bura qeyd eləməmişəm, 2006-cı ildə Avropa Şurası tərəfindən, deməli neçənci ildə? 2006-cı ildə Avropa Şurası qısa yazacağım. Avropa Şurası tərəfindən irəli sürülübdür. 2006-cı ildə. Müasir dövr insanının yiyələnməli olduğu kompetensiyalar var ki, həmin kompetensiyaları 2006-cı ildə Avropa Şurası tərəfindən irəli sürülüb həmin kompetensiyalar. Gəlin bir-bir tanış olaq görək, müasir insan hansı bacarıqlara, hansı səriştələrə, daha doğrusu hansı səriştələrin kombinasiya olunmuş, hansı səriştələrə sahib olmalıdır? Bunlar bizə nəyə görə lazım olduğunu mən sizə dedim. Dünyamız dəyişir, inkişaf gedir, hər gün bir yeniliklər baş verir. Ona görə insan bu səriştələrə mütləq surətdə sahib olmalıdır. Və keçirəm həmin kompetensiyalara ki, hansılardır. Bir-bir onlara aydınlıq gətirəcəyəm müəllimlər. Diqqətli oluruq və qeydlərimizi götürürük. Mütləq. Birinci kompetensiyamız savadlılıq kompetensiyasıdır. Adından da göründüyü kimi savadlılıq kompetensiyası. Deməli, nə oldu? Savadlılıq kompetensiyası. Baxırıq. Nədir savadlılıq kompetensiyası? Deməli, bu kompetensiya, bu səriştə, belə deyək, şagirdlərdə müstəqil öyrənmə, baxın, müstəqil öyrənmə, bu qırmızı ilə qeydlədiklərim hamısı həmin kompetensiyanın
açar məqamlarıdır müəllimlər. Siz də o şəkildə dəftərlərinizə yazın. Bax, bu kompetensiya şagirdlərdə müstəqil öyrənmə, ünsiyyət, əməkdaşlıq bacarıqlarını inkişaf elətdirir. Yəni, bu kompetensiyaya sahib olan insan, sahib olan şagird müstəqil şəkildə öyrənə bilir. Müstəqil şəkildə araşdıra bilir. Öyrəndiyini qarşı tərəfə fikrini çatdıra bilir. Öyrəndiklərini tətbiq eləyə bilir. Ünsiyyət bacarıqları olur bunların. Əməkdaşlıq bacarıqlarını inkişaf elətdirir. Belə şagirdlərin zəngin lüğət və funksional qrammatikası olur. Nəyə görə? Bu şagirdlər çox oxuyurlar, bədii ədəbiyyat oxuyurlar, məktəb kitabxanasından alırlar, öyrənirlər. Ev tapşırıqlarını gündəlik eləyirlər. Bu şagirdlərin zəngin lüğət və funksional qrammatikası olur. Funksional qrammatika nə zaman formalaşır? Bədii ədəbiyyat çox oxuyur bu uşaqlar. Bədii kitablardan, bədii vasitələrdən çox öyrənirlər və öyrəndiklərini emal eləyib bacarığa çevirə bilirlər, özünküləşdirə bilirlər. Məsələn, kitablardan oxuyurlar və oradan özləri üçün konspektlərini tutacaqlar, özləri üçün lüğət bazası yaradırlar və fikirlərini sərbəst şəkildə ifadə eləyə bilirlər, öz fikirlərini. Nəyə görə? Çünki söz ehtiyatı var. Onlar danışmaq üçün sözü axtarmırlar. Onların kifayət qədər zəngin lüğətləri var və həmin lüğətlərdən istifadə edirlər. Ona görə də bu kompetensiya, bu səriştə adından da göründüyü kimi həmin şagirdlər kifayət qədər savadlı olurlar, lüğətləri də olur. Bu şagirdlərdə, baxın, açar sözlərdir bunlar. İnformasiyanı araşdırmaq, toplamaq, emal etmək bacarıqları olur. Yəni, hazırın naziri deyirlər bunlar. Bunlar demirlər ki, müəllim desin, mən dəftərimə qeyd edeyim. Özləri də araşdırırlar. Özləri də oradan-buradan kitabxanalardan tapırlar, yazırlar, qeyd götürürlər ki, bu bizə lazım olacaqlar. Məsələn, Azərbaycan dili imtahanı verəndə bu uşaqlara artıq oradakı omonimləri tapmaq heç bir şəkildə çətinlik təşkil eləmir. Yəni, uşaq bütün sözləri bilir. Artıq bilir ki, bu bizim lüğətimizdə, bizim Azərbaycan dilinin qrammatikasında hansı sözlər var və onları bilir. Düzdür, dəyişikliklər olsa da, həmin şagirdlərin zəngin lüğəti olduğuna görə bunlar asanlıqla Azərbaycan dilinin incəliklərinə qədər öyrənə bilirlər. Kontekstə uyğun olaraq şifahi və yazılı arqumentləri inandırıcı şəkildə ifadə etmək bacarıqları olur. Bu da bunun açar sözlərindən biridir. Yəni, mən burada qırmızı ilə qeydlədiklərimi siz də qırmızı ilə yazın dəftərlərinizə. Və mənim izahıma baxdıqdan sonra müəllimlər, əgər vaxtınız varsa, vəsaitdən də oxuyun, vəsaitə də baxın. Qeyd götürün. Yəni, bunlar hər birisi mənim dediklərim, hər dərsdə deyirəm, mütləq lazımdır müəllimlər. Deməli, birinci kompetensiyamız nə oldu? Savadlılıq kompetensiyası. Savadlılıq adından göründüyü kimi savadlıdır bu şagirdlər. Yəni, bu kompetensiyalar təkcə şagirdlərə aid deyil. Yəni, müasir insanın yələnməli olduğu səriştələrin kombinasiyasıdır. Yəni, hər birimiz, biz müəllimlər bu səriştələrə sahib olmalıyıq ki, şagirdlərimizi də bu istiqamətdə təlimatlandıra bilək, öyrədə bilək, başa sala bilək, istiqamətləndirə bilək. Bu səriştələr 21-ci əsr insanı üçün tərtib olunubdur. Aydın olur müəllimlər. Sonra, növbəti kompetensiyamız çox dil bilmək kompetensiyasıdır. Gəlin, baxaq görüm, çox dil bilmək kompetensiyası bizə nəyi vəd edir? Müxtəlif dillərdə adekvat və səmərəli istifadə bacarığını özündə əks etdirir. Adından da göründüyü kimi çox dil bilir. Belə insanlar, belə şagirdlər çox dil bilir. Xarici dilləri bilir, başqa müxtəlif xalqların dillərini bilir, öyrənməyə həvəslidirlər. Baxın, müxtəlif dillərdə adekvat və səmərəli istifadə etmək bacarığını özündə əks etdirir. Əlbəttə ki, çoxlu dillər bilir və həmin dillərdən səmərəli istifadə edə bilər. Mədəni müxtəlifliyi özündə əks etdirir. Bax, bunu axırda sizlərdən özüm soruşacağam. Deməli, bu nə deməkdir? Digər kompetensiyalarımıza da, bax, bunu mütləq yaşılla niyə qeyd eləmişəm? Sizdə digər kompetensiyalarda da mədəni müxtəliflik var və onları da bu şəkildə yaşılla qeyd eləmişəm. Siz dəftərlərinizə ayrı-ayrı yazarsınız. Bax, hansı çox dil bilmək kompetensiyasında, hansı kompetensiyada düşə bilər ki, mədəni müxtəlifliyə hörmət var? Deyəcəksiniz, çox dil bilmək. Nəyə görə bu çox dil bilmək kompetensiyasında mədəni müxtəlifliyə hörmət var? Adam çoxlu dil bilir, müxtəlif xalqların dillərini öyrənir
və onların dolayısıyla mədəniyyətləri ilə də tanış olur və onlara hörmət var. Onlara hörmət eləyir. Belə deyək də, müxtəlif xalqların dillərini formal, qeyri-formal, informal öyrənmək və istifadə etmək bacarıqları olur. Xarici dildə anlamaq bacarıqları olur. Şifahi və yazılı ünsiyyəti deyir, xarici dildə anlamaq bacarıqları olur. Dili bilir, şifahi və yazılı ünsiyyət xarici dildə anlayır. Çox dil bilir. Adından da göründüyü kimi, yəni burada qeyri-adi, yəni bir çaşası bir məqam yoxdur. Testdə bunu tapmaq 2/2-dir. Mədəni müxtəlifliyin nitqə və dilin istifadəsinə təsir etdiyini dəyərləndirmək bacarığı olur. Yəni deyir ki, müxtəlif dillər nitqə və dilin istifadəsinə təsir etdiyini dəyərləndirə bilir bu insanlar. Baxaq, dəyərləndirə bilir. Deməli, ikinci kompetensiyamız nə oldu müəllimlər? Çox dil bilmək kompetensiyası. Bu da sizə yəqin ki, aydın oldu. Açar məqamları da burada qeyd etdiyim kimi siz də yazırsınız dəftərlərinizə gedir. Sonra burada üçüncü kompetensiyamız var ki, burada da qeyd olunub ki, etnik qrupların, az saylı xalqların dilinə hörmət. Dilinə hörmət. Bax, müxtəlif xalqlara hörmət. Mədəni müxtəlifliyə hörmət kimi dəyərə sahibdirlər. Bunu da bayaq mən qeyd eləmişdim. Deməli, riyazi, elmi, texnoloji və mühəndislik kompetensiyası. Üçüncü kompetensiyamız nə oldu müəllimlər? Riyazi, elmi, texnoloji və mühəndislik kompetensiyası. Gəlin tanış olaq. Deməli, nə deməkdir bu? Gəlin bir-bir hər birisinə baxaq. Birinci baxaq görüm riyazi kompetensiyaya sahib olanlarda nə baş verir? Problemlərin həll yollarını müəyyənləşdirmək bacarığı, ədədlərlə işləmək dayanır. Bax, riyazi, ədədlərlə işləmək var da. Burada yəni harada ədəd görsünüz? Model yox, üzr istəyirəm, model, diaqram, qrafiklərdən istifadə etmək bacarıqları var. Yəni, riyazi savadlılığı var da bu adamın. Riyazi rəqəmlərlə işləməyi sevir, riyazi bacarıqları var. Riyazi kompetensiyaya sahib olanlarda yüksək maliyyə savadlılığı olur. Bax, mütləq riyaziyyatçıların hər birisində yüksək maliyyə savadlılığı olur bu insanlarda. O qədər rəqəmlə işləyirlər ki, yəni hətta deyərdim ki, onların qeyd dəftərləri belə var. Hesab kitab yapırlar orada. Belə necə deyərlər, biraz lori dildə oldu. Yəni, riyazi savadlılığı var bunların. Həştədiklərini də bilirlər, aldıqlarını da bilirlər. Hər bir şeyi orada birə-bir qeydlərini aparırlar. Gündəlik həyatda, şəxsi və iş həyatında riyazi təfəkkürdən istifadə edirlər. Riyazi təfəkkürdən. Riyazi düşünə bilirlər, riyaziyyatı sevirlər və riyazi savadlılıqları var bunların. Riyazi savadlılığı olanın da maliyyə savadlılığı mütləq olur. Deməli, riyazi savadlılığı bildik nədir? Gəldik elmi kompetensiya. Elmi kompetensiya nədir müəllimlər? Baxaqın görüm, bu nə olan bir şeydir? Elmi kompetensiya həyatda baş verən müxtəlif prosesləri, baxın, müxtəlif prosesləri izah etmək, təhlil etmək, əsaslandırmaq və nəticə çıxarmaq bacarığı olur belə insanlarda, elmi kompetensiyası olanlarda. Nə olur elmi kompetensiyası olan insanların? Həyatda baş verən müxtəlif prosesləri izah eləyə bilir, təhlil eləyə bilir, əsaslandıra bilir və nəticə çıxarmaq bacarıqları olur. Elmin müxtəlif şəkildə tədqiqata dayanmalı olduğunu anlayırlar. Baxın, onlar bilirlər ki, hansısa bir elmi məlumat tədqiqata dayandığını anlayırlar bunlar. Yəni, elə-belə məlumat, paylaşılan bütün məlumatları onlar olduğu kimi qəbul etmirlər, təhlil eləyirlər, analiz eləyirlər və bu da bizim elmi kompetensiyamızdır. Fərziyyələrin əsaslandırarkən özlərindən daha güclü arqument qarşısında lazım gələrsə, yəni baxın, burada da qeyd elədiyim mütləq daha müəllimlər, deyir ki, fərziyyələrini, yəni öz fikirlərini əsaslandırarkən özlərindən daha güclü birinin fikrini, yəni arqumenti qarşısında, fikri qarşısında lazım gələrsə, elm üçün öz təkliflərini geri çəkə bilmək kimi dəyərlərə sahibdirlər. Hansı dəyərlərə sahibdirlər?
öz təkliflərini geri çəkə bilmək kimi dəyərləri var bunların. Hansı kompetensiyaya aiddir? Elmi kompetensiyaya. Bunu da bu şəkildə yazırsınız dəftərlərinizə. Sonra texnoloji və mühəndislik kompetensiyası. İnsanların tələb və istəklərinə uyğun olaraq yeniliklərin və dəyişikliklərin yaradılmasıdır. Bu da texnoloji və mühəndislik kompetensiyasına aiddir müəllimlər. Sonra deməli 3-cü kompetensiyamız sizlərə aydın oldu. Keçirik 4-cü kompetensiyamıza. Hansı kompetensiyadır? Rəqəmsal savadlılıq kompetensiyası. Rəqəmsal savadlılıq. Nə deməkdir bu? Rəqəmsal savadlılıq nə deməkdir? Yəni İKT. Burayı qeyd edirəm, burada boş yer var. İKT. İKT bacarıqlarıdır müəllimlər. İKT bacarıqlarıdır. Yəni bu insanlar kompüterdən, müasir texnologiyalardan istifadə etmək bacarığıdır. Yəni kompüteri açdım, bağladım, orada Word-də bir dənə proqram yazdım. O deyil. Tamam o tam deyil. Yəni tam şəkildə rəqəmsal vasitələrdən istifadə etmək bacarığıdır. Smart lövhələrdən, müasir nə ki elektronik vasitələr var, hər birindən yüksək səviyyədə istifadə etmək və faydalı istifadə etmək bacarığıdır. Yəni telefondur, ağıllı telefondur, hər kəsin evində, əlində var. Yəni adamlar açır bundan, ağılsız istifadə edir. Ağıllı telefondan ağılsız istifadə edir. Yəni faydasız bir şəkildə istifadə edir, yararlanmır. Hansı ki, həmin o telefondan, məsəl üçün şagird olsun, alır telefonu əlinə, bütün günü valideyn də maşallah gözünü yumur, uşaq bütün günü YouTube-da, TikTok-da vaxt keçirir, axşamı eləyir. Amma hansı ki, həmin o YouTube-da, həmin o telefonda kifayət qədər şagirdə inkişafı üçün vacib olan məlumatlar var ki, şagird həmin o rəqəmsal vasitədən düzgün istifadə eləsə və orada kifayət qədər onun gələcəyi üçün lazım olan informasiyalar var, lazım olan məlumatlar var, onlardan yararlana bilər. Amma eləmir. Təəssüflər olsun ki, belə hallar çoxdur. Hamıya şamil etmirəm, amma var. Bu kompetensiya deyir, rəqəmsal texnologiyalardan öyrənmə, baxın, öyrənmədə, işdə, şəxsi həyatda, bax, burada bayaqdan bəri mən bunları danışıram. Şəxsi həyatda, bir dəqiqə, məqsədə uyğun şəkildə istifadə etmək bacarığıdır. Yəni İKT məhsullarından öyrənmədə, işdə, şəxsi həyatda məqsədə uyğun şəkildə istifadə etmək bacarığıdır. Məqsədsiz sayılmır ha. Məqsədsiz istifadə, açdı uşaq kompüteri, orada iqra oynayır. O İKT bacarığı sayılmır. Düz deyil, uşaq bacarır, girir oyunlara falan. Amma məsələn odur ki, burada deyir ki, öyrənmədə də səmərəli istifadə et. Öyrənməyin üçün səmərəli yararlan həmin vasitələrdən. Bu insanların əsas bilikləri, rəqəmsal alətləri xüsusiyyətlərini bilmək, baxın, rəqəmsal alətlərin xüsusiyyətlərini bilmək, bu alətlərin tədrisdə, iş yerində, gündəlik həyatımızda yerindən və əhəmiyyətindən agah olmaq. Əsas bilikləri bunlardır. Yəni əsasən bilirlər ki, rəqəmsal alətlərin xüsusiyyətləri nələrdir, rəqəmsal alətləri tədrisdə, iş yerində, gündəlik həyatlarında yerindən və əhəmiyyətindən agahdır bu insanlar. Rəqəmsal texnologiyalardan əldə etdikləri informasiyanın etibarlılığını sorğulamaq, tənqidi yanaşmaq kimi bacarıqları var. Aldıqları informasiyanın etibarlılığını sorğulayırlar, tənqidi yanaşırlar, bəlkə doğru deyil. Kimi bu bacarıqları var bunların. Yəni hansısa bir telefondan oxuduqları məlumatı, yenə də deyirəm, olduğu kimi qəbul eləmirlər. Tənqidi düşünə bilirlər, tənqidi yanaşırlar. Etibarlıdırmı? Hansı mənbədən əldə elədim? Hansı mənbələr paylaşıblar? Etibarlı olduğunu araşdırırlar. Bu bacarıqları var onların. İnformasiyanı onlayn araşdırmaq var burada. Baxın müəllimlər, bura çox diqqətli olun. İnformasiyanı onlayn araşdırmaq. Kompüterdən, telefondan. Bax, bunu olduğu kimi qeyd edirsiniz. İnformasiyanı onlayn araşdırmaq rəqəmsal savadlılıq kompetensiyasına aiddir.
informasiya araşdırmaq savadlılıq kompetensiyasına aid müəllimlər. Deməli, informasiya araşdırmaq savadlılıqdadır, savadlılıq kompetensiyasındadır. İnformasiyanı onlayn resurslardan araşdırmaq informasiyanı deməli, rəqəmsal savadlılıq kompetensiyasına aiddir. Dördüncü kompetensiyamız da düşünürəm ki, sizlərə aydın oldu. Keçirik növbəti kompetensiyamıza. Baxaq görün bu hansı kompetensiyadır. Beşinci kompetensiyamız şəxsi, sosial və öyrənmək kompetensiyasıdır. Yəni, bəlkə də mən dinləyən müəllimlərin bir çoxu bilər, burada metakognitiv bilikdən gedir söhbət, müəllimlər. Nədən gedir söhbət? Metakognitiv bilikdən gedir söhbət. Üzr istəyirəm, biraz səliqəsiz oldu. Bilik. Yəni, bu kompetensiyanın əsasında metakognitiv bilik durur. Mahiyyəti, yəni, indi də tanış olacağıq ki, elədir. Şəxsi, sosial və öyrənmək kompetensiyası nə deməkdir? Özü haqqında məlumatlı olmaqdır. Vaxtı və informasiyanı səmərəli idarə və istifadə etmək. Bu dəqiqə. Vaxtı və informasiyanı səmərəli idarə və istifadə etmək, başqaları ilə konstruktiv əlaqə qurmaq. Konstruktiv nədir? Düzgün əlaqə qurmaq bacarıqları var bunların. Deməli, öz haqqında məlumatlı olur, öz vaxtını düzgün bölə bilir, öz öyrənməsi üçün strategiyalar müəyyənləşdirə bilir və bu da birəbir metakognitiv biliklə bağlıdır, müəllimlər. Bu kompetensiyaya sahib olanlar stresə davamlı olurlar. Deyirsiniz ki, nəyə görə stresə davamlı olurlar, müəllimlər? Ona görə stresə davamlı olurlar ki, bu insanlar düşdükləri hər bir vəziyyətdə özlərini motivasiya edə bilirlər. Bu gün olmadı, o demək deyil ki, olmayacaq. Yəni, bu insanlar özlərini daima motivasiya edirlər, daima ruh yüksəkliyi olur bunlarda və stresdən davamlı olurlar. Yəni, özlərinə qapılmırlar. Öz öyrənmə strategiyaları olur, sağlam düşüncəyə, sağlam ruha sahiblər. Baxın, burada da qeyd eləmişəm. Sağlam ruha sahib olurlar. Sağlam düşünə bilirlər, sağlıqlı düşünə bilirlər. Yəni, özlərini imtahana getdim, imtahandan aşağı bal yığdım, dünyanın axırıdır, belə bir şey eləmirlər. Həmişə bunların mən deyərdim ki, B planları olur. Düşünürlər ki, bugün olmadı, bu işim alınmadı, gedim başqa bir işin dalınca. Yəni, daha da yaxşısına doğru gedirlər, yaxşı bir istiqamət seçirlər özləri üçün. Öz öyrənmələrinin, öz inkişaflarını izləyə bilirlər. Özləri üçün hansı yollardan istifadə etmək lazım olduğunu bilirlər. Öz bacarıqlarını üzə çıxarmağı bacarırlar. Necə eləsəm mənim bacarıqlarım üzə çıxar deyir. Yəni, özlərinə daima sual verirlər. Hansı üsullardan istifadə eləsəm daha yaxşı öyrənə bilərəm, daha yaxşı yadımda qalar. Yəni, daima öz üzərlərində çalışan insanlar olurlar. Çətinliklərin həlli üçün qərar qəbul etmək kimi bacarıqları olur. Qərar qəbul edə bilirlər. Əməkdaşlıq etmək, insanlara pozitiv yanaşmaq və onu müşahidə etdirmək kimi dəyərləri olur. Aydın oldu, müəllimlər. Deməli, şəxsi, sosial və öyrənmək kompetensiyası. Bunda bizim 5-ci kompetensiyamızdır və sizlərə bunun izahını verdim artıq. Deməli, 6-cı kompetensiyamız fəal vətəndaş mövqeyi kompetensiyasıdır. Baxırıq buna da. Diqqətli oluruq, müəllimlər. Deməli, fəal vətəndaş mövqeyi kompetensiyası nədir? Məsuliyyətli vətəndaş kimi davranmaq bacarığıdır. Məsuliyyətli vətəndaş nə deməkdir, müəllimlər? Məsuliyyətli vətəndaş odur ki, həmin vətəndaş öz hüquq və vəzifələrini bilir, dövlətinin konstitusiyasından xəbərdardır. Yəni, cəmiyyətdə necə davranmalı olduğunu bilir. Yəni, bu insanın konkret bir yolu var da, özünün də konstitusiyası var, belə deyək də, lor dildə. Yəni, bu insan məsuliyyətli bir insandır. Cəmiyyətdə necə davranmaq lazım olduğunu bilir, insanlarla necə ünsiyyət qurmaq lazım olduğunu bilir. Özünü hər zaman bu insanlar özlərinin məsuliyyətli olduqlarını göstərə bilirlər. Yəni, məsuliyyətləri ilə önə çıxa bilirlər.
şəxslərin, qrupların, təşkilatların, cəmiyyətin, iqtisadiyyatın və mədəniyyətin əsas anlayışları haqqında məlumatlı olmaqdır. Yəni bunun əsasında o durur. Məsuliyyətli şəxsin, məsuliyyətli vətəndaş kimdir deyəndə, şəxslərin, qrupların, təşkilatların, cəmiyyətin, iqtisadiyyatın və mədəniyyətin əsas anlayışları haqqında məlumatlı olmaq. Bu, məsuliyyətli vətəndaş olmaq demək. Əgər bunlardan bir şəxs məlumatlıdırsa, demək o məsuliyyətli bir vətəndaşdır. Dövlətin və ölkənin siyasi, sosial, iqtisadi, konsepsiya və strukturlarını bilmək və yaxud da qeyd etdim. Yəni dövlətinin strukturlarını, siyasi vəziyyətini, hər bir şeyini bilir və ona uyğun davranır. Deməli, ümumi maraqları nədir bu insanların? Baxaq. Ümumi maraqlar cəmiyyətin inkişafı üçün digər insanlarla əməkdaşlıq etmək kimi bacarıqları olur. Cəmiyyətin inkişafı üçün, baxın, öz inkişafları yox. Cəmiyyətin inkişafı üçün. Cəmiyyətin inkişafı üçün deyir, digər insanlarla əməkdaşlıq etmək kimi bacarıqları var. Digər insanlarla. Cəmiyyətimiz deyir, inkişaf eləsin. Əməkdaşlıq eləyirlər. İstər milli, istər beynəlxalq müstəvilərdə məsələlərə konstruktiv yanaşma, nümayiş etdirmək kimi bacarıqları olur. Kütləvi informasiyadan, yəni ki yazmışam, kütləvi informasiyadan məlumat əldə etmək bacarıqları olur. Sonra, hansı dəyərləri olur? Baxın, hansı dəyərlərə sahib olurlar? Tolerant olurlar, müəllimlər, tolerant olurlar. Yəni, hər bir insana eyni cür hörmətlə yanaşırlar. Eyni cür insana, hər bir insana eyni cür hörmət bəsləyirlər. Bunun irqi zəncidir, bu Çinlidir, bunları seçmək lazımdır, bu bizdən deyil. Hər bir insana insan olduğu üçün hörmət edirlər onlar. Burada da qeydləmişəm, baxın müəllimlər, mədəni müxtəlifliyə hörmət var. Başqa hansında var idi müəllimlər mədəni müxtəlifliyə hörmət? Yadınıza salın və dəftərinizə yazın. Dəftərlərinizə bunu mütləq yazırsınız. Mədəni müxtəlifliyə hörmət. Kompromisə, yəni güzəştə getmək var bunlarda. Güzəştə də gedə bilirlər. Sonra, deməli, 6-cı kompetensiyamız nə oldu müəllimlər? Fəal vətəndaş mövqeyi kompetensiyası. Cəmiyyətin inkişafı üçün digər insanlarla əməkdaşlıq edirlər. Konstruktiv yanaşma nümayiş etdirmək kimi bacarıqları olur. Kütləvi informasiya vasitələrindən məlumat əldə etmək bacarıqları olur. Hansı dəyərləri olur? Dəyərləri var, baxaq. Kompromisə getmək kimi bir dəyərə sahibdirlər, tolerantdırlar. Hər bir insana insan olduğuna görə hörmət eləyirlər, irqindən, cinsindən, müxtəlifliyindən asılı olmayaraq. Mədəni müxtəlifliyə bunlarda hörmət var. Açar məqam kimi bunları qeyd edirsiniz dəftərlərinizə. Sosial və mədəni fərqindəliyə hörmət burada da yazmışam. Sonra gəldik 7-ci kompetensiyamıza. Baxın, görün bu hansı kompetensiyadır. Mədəni məlumatlılıq və özünü ifadə etmə kompetensiyası. Bax, bu kompetensiyada çox yaxşı bir kompetensiyadır, səriştəli. Baxın, görün burada nələr qeyd olunub. Özünün və başqalarının mədəniyyəti haqqında məlumatlı olmaq. Baxın, özünün və başqalarının mədəniyyəti haqqında məlumatlıdır. Başqalarının mədəniyyətinə hörmətlə yanaşır. Burada da yenə nə qeyd olunub? Mədəni müxtəlifliyə hörmət. Deməli, mədəni müxtəlifliyə hörmət 3 kompetensiyada rastınıza çıxdı müəllimlər. Bunları da dəftərlərinizə siz olduğu kimi qeyd eləyin, sonra təkrar üzərindən keçin. Mədəni müxtəlifliyə hörmət var. Sonra əsas bilikləri, yerli, milli, beynəlxalq mədəniyyətlərin xüsusiyyətlərini, dil, adət, ənənə, mədəniyyət, məlumatlı olmaqdır. Əsas bilikləri nədir müəllimlər? Əsas bilikləri. Müxtəlif xalqların mədəniyyətləri haqqında məlumatlı olur bu insanlar. Yəni onu bax, yerli, milli, beynəlxalq xalqların dil, adət, ənənə, mədəniyyətləri haqqında məlumatlıdırlar. Oldu mu müəllimlər? 7-ci kompetensiyamız haqqında da bildik. Deməli, mədəni məlumatlıq və özünü ifadə etmə kompetensiyası. İdeyaları, fikirləri müxtəlif mədəniyyətlərə uyğun şəkildə ifadə etmək kimi bacarıqları olur. Yəni, öz fikirlərini
müxtəlif mədəniyyətlərə uyğun şəkildə ifadə etmək bacarıqları olur. Aydındır müəllimlər. Siz də dəftərlərinizə bu şəkildə qeyd eləyin, getsin. Sonra burada 8-ci kompetensiyamız və sonuncu kompetensiyamız haqqında danışaq. Sahibkarlıq kompetensiyasından danışırıq müəllimlər. Nədir sahibkarlıq kompetensiyası? Bu kompetensiyaya sahib olanlarda bax, nə var? Mən sizə danışım. Deməli, yüksək liderlik bacarıqları olur. Yüksək. Sahibkarların hər birisində var. Yüksək liderlik bacarıqları olur. Maliyyə savadlılıqları olur. Maliyyə savadlılıqları. Maliyyə savadlılığı olmasa sahibkar ola da bilməz. Bunlar hər birisi bir-birinə əlaqəlidir. Deməli, yaradıcılığa, tənqidi təfəkkürə, problem həll etməyə, planlaşdırılmaya söykənən layihələrin idarə edilməsi bacarığı formalaşdırır özündə, yəni bu bacarıqları formalaşdırır. Əsas bilikləri nələrdir? Layihələrin planlaşdırılması və idarə edilməsi ilə bağlı məlumatlıdırlar. İdarə edilməsi ilə bağlı məlumatlı olmaq. Əsas bilikləri bunlardır. Strateji düşünmək, problem həll etmək, innovativ yanaşmaya əsaslanmaq kimi bacarıqları olur. İnnovasiya birisi yeni yanaşmadır, yeni. Yeni yanaşma. Yeni yanaşma. Yüksək liderlik bacarıqları olur. Maliyyə savadlılığı nümayiş etdirmək, riskləri nəzərə almaq kimi bacarıqları da var. Yəni bu insanlar həmişə riskə getməyi sevirlər. Riskə gedirlər. Belə deyək də, risk götürməsələr sahibkar ola bilmirlər də, belə deyək. Risk eləyirlər, udsalar da, uduzsalar da. Yəni həmişə insan qabağa gedə bilmir ki, yəni risk götürürlər, onlarda yeni layihələr üzərində işləyirlər və özlərinin bacarıqlarını, yeni innovativ yanaşmalar əsasında bacarıqlar tətbiq eləyirlər. Və liderlik bacarıqları var bunların. Məqsədə çatmaq üçün israrlılıq, başqalarını motivasiya etmək. Baxın, başqalarını deyir, motivasiya etmək. Motivasiya etmək. Motivasiya etməkdir. Onların ideyalarına dəyər vermək, insanlara qayğı və empatiya ilə yanaşmaq kimi dəyərlərə sahibdirlər. Yəni sahibkarlar deyərsə ki, müəllim necə motivasiya edir? Motivasiya, yəni sahibkaram, işçimi motivasiya etmək üçün mən onu durub tərifləməyəcəm ki, onun motivasiyası nədir? İşçi işləyir, pulunu alır, ailəsinə çörək pulu qazanır. Yəni onun motivasiyasını artırmaq üçün mən bir sahibkar olaraq onun əmək haqqısını artırıram. Əmək haqqısını artıraraq onun xarici motivasiyasını artırmış oluram müəllimlər. Burada budur. Sonra insanlara empatiya ilə yanaşmaq kimi dəyərlərə sahibdirlər. Sonra burada qeyd olunub deməli, bu 8 kompetensiyanın nəzdində 21-ci əsrdə lazım olan bacarıqlar müəyyənləşir və bu da bizim növbəti mövzumuzdur müəllimlər. Növbəti mövzumuzdur. Yəni bunu növbəti dərslərimizdə izah edəcəm. Lazım olan bacarıqlar hansılardır? Yəni bura qədər yəqin ki, sizlərə aydın oldu ki, bizə verilən bu 8 kompetensiya ki var, hansı ki Avropa Şurası tərəfindən 2006-cı ildə qüvvəyə minmişdir və biz onlarla tanış olduq. Deməli, kompetensiyalar nəyə görə lazımdır bizə, nə üçün vacibdir, nəyə görə öyrənirik biz bunu? Bunu da mən sizə qeyd elədim ki, cəmiyyətimiz, dövlətimiz, dünya hər gün dəyişikliklər olur. Yeni informasiyalar, yeni inkişaflar gedir və insanlarımız, biz insanlar hər birimiz, müəllimlər olsun, şagirdlər olsun, digər insanlar olsun, hər kəs səriştəli olmalıdır. Bugünkü gün yəni kitabdan oxuduğun bilik sənə kifayət etmir. Sən həmin bilikləri tətbiq eləməyi bacarmalısan, harda istifadə edəcəyini bilməlisən. Sonra bilikləri tətbiq edən zaman onlar artıq səndə vərdiş halına çevrilir. Sonra verdiyimiz təhsilin keyfiyyətliliyini təmin etməliyik. Müəyyən dəyərlər var ki, o dəyərlərə sahib olmalıdır insanlarımız. Yəni bunlar hər bir insana lazımdır. Təkcə şagirdlərə yox. Biz müəllimlər bunları bilməliyik. Bu kompetensiyalar bizdə kombinasiya olunmuş şəkildə cəmlənməlidir və biz bunları şagirdlərimizə öyrətməliyik. Bir də baxaq, 8 kompetensiya idi, savadlılıq kompetensiyası, çox dil bilmək. Hə müəllimə bir şey deyim, burada yaşılla qeyd eləmişəm, amma baxın, çox dil bilmək kompetensiyasında nə var müəllimlər? Mədəni müxtəliflik var. Bax, burada bir plus qoyacağım.
Siz də dəftərlərinizə bu şəkildə yazarsınız. Sonra riyazi elmi, texnoloji mühəndislik kompetensiyası, bunu da qeyd elədik. Rəqəmsal savadlılıq kompetensiyası nədir bildiniz? İKT-dən səmərəli istifadə etmək, səmərəli istifadə etmək bacarığıdır. Sonra fəal vətəndaş mövqeyi kompetensiyamız var və burada da müəllimlər, baxın, buna da bir dənə plus qoyuram. Niyə qoyuram bunları? Ona görə qoyuram ki, mədəni müxtəlifliyə hörmət. Bax, burada da var. Testlərə düşür, ona görə pluslayıram bunları. Mədəni məlumatlılıq və özünü ifadə etmə kompetensiyası. Bir də burada var idi. Mədəni müxtəlifliyə hörmət. Müxtəlif xalqların dininə, adət-ənənələrinə hörmət. Sonra 8-ci kompetensiyamız sahibkarlıq kompetensiyasıdır. Bunu da qeyd elədik ki, həmin insanlar sahibkar olurlar. Sahibkar olmaq üçün də maliyyə savadlılıqları var. Bunların hesab-kitab işlərini bilirlər. Yeni layihələr üzərində işləməyi bacarırlar. Liderlik bacarıqları var. Öz işçilərini motivasiya eləyə bilir. Başqalarını da məqsədlərinə çatmaq üçün motivasiya eləyə bilir. Onlarda qayğı və empatiya ilə yanaşmaq kimi dəyərlər var. Və belə müəllimlər. Yəni bu kompetensiyalar haqqında düşünürəm ki, sizlərə kifayət qədər məlumat verdim. Əgər siz də videonun sonuna qədər dinlədinizsə, öz qeydlərinizi götürdünüzsə, dəftərlərinizə yazmısınızsa və təkrar bu videoya baxsanız, inanıram ki, bu kompetensiyalar artıq sizə bir qarandıq qalan bir məqam olmamalıdır burada. Belə müəllimlər, əgər izahımı bəyənmisinizsə, bəyən düyməsini basırsınız, kanala abunə olursunuz. Bəyənmisinizsə əlbəttə ki. Və bizim ödənişli qruplarımızla qoşulub öyrənmək istəyirsinizsə, müəllimlər, MİQA sertifikasiyaya hazırlaşmaq, yüksək nəticələr əldə etmək istəyirsinizsə, burada qeyd elədiyim nömrənin WhatsApp və mobilnisindən əlaqə saxlaya bilərsiniz, müəllimlər. Və qeyd edeyim ki, bizim ödənişli qruplarımıza qoşulan hər bir müəllimə yüksək şəkildə tamamilə çərçivəyə uyğun olaraq, proqrama uyğun olaraq dərslər keçirilir. Həftədə 3 dəfə 90 dəqiqəlik canlı dərsimiz olur. Əlavə sınaqlarımız, izahlarımız olur. Proqram tam bitdikdən sonra tamamilə ödənişsiz, heç bir ödəniş etmədən ta imtahana qədər təkrar imkanı əldə edirsiniz ki, təkrar mən və sizlər təkrar edirik. Canlı açırıq və canlıda biz çoxlu sual-cavab edirik, təkrar edirik, hər bir mövzunun üzərindən keçirik, açar məqamlarını xatırlayırıq. Və bu sizin öyrənmənizi möhkəmləndirmiş oluruq ki, siz də gedib imtahanda yüksək nəticələr toplayasınız. Dəyərli müəllimlər, sağ olun, Allaha əmanət olun, özünüzdən müğəyyət olun.